Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bu mənim kanalda olan ilk videomdur. Bu videoda yuyula bilən uşaq bezləri haqqında danışasıyam. Niyə bu videonu çəkmək qərarına gəldim? Əslində çox fikirləşdim çəkməmək barəsində, amma son olaraq düşündüm ki, yox, çəkməliyəm. Bəlkə də yəni xəbəri olmayan anaların bu video ilə yuyula bilən bezlər haqqında xəbəri olar. Deməli, bu videonu çəkməmişdən qabaq mən yuyula bilən bezləri çox araşdırdım və Azərbaycan dilində heç bir dənə də olsun məlumat tapa bilmədim. Ona görə düşündüm ki, Azərbaycan dilində məlumatı elə mən özüm çəkməliyəm. Baxın, ilk öncə deyim ki, yuyula bilən bez nədir? Yuyula bilən bez məlum məsələdir ki, övladımız doğulandan 2 yaşına, 2 yaş yarımına, 1 yaş yarımına qədər indi baxıb pampers istifadə edir. Bu da onun üçün bir vasitədir. Sadəcə adi, yəni bir dəfəlik istifadə edib atılan pampersin fərqi odur ki, yuyuruq istifadə edirik. Keçmişdəki əskinin müasir versiyası kimi düşünə bilərik bunu. Baxın, bu formadadır. İç materialı belədir. Yumuşaq. Buradan cibi var. Bu cibli modeldir. Bunun müxtəlif modelləri var. Ona toxunasıyam. Düymələri var, knopkaları var üstündə. Arxası da bu formadadır. Yəni arxasında heç bir şey yoxdur. Müxtəlif, baxın, məndə hələ ki bunları qoymuşam. Digərləri kirlidə və yaxud da qurumaqdadır. Hələ ki bunlar burada tapdıqlarımdır. Bunlardan içliklərdir. İndi ətraflı danışasıyam. Deməli, əsas məsələyə başlayaq. Niyə biz bunu istifadə etməliyik? Mən niyə bunu istifadə etməyə başladım? Yuyula bilən pampersi istifadə etmək üçün əsas 3 səbəb var. Bu səbəblərdən birincisi odur ki, təbii ki, övladımızın dərisini düşündüyümüz üçün. Övladımızın dərisini biz analar çox düşünürük. Məsələn, özümüzün paltarımızı yuyduğumuz vasitə ilə onun paltarını yumuruq. Özümüz bədənimizi təmizlədiyimiz şampunla onun bədənini təmizləmirik və s. Ancaq pampersə gələndə buna diqqət eləmirik. Pampersin tərkibində olan bütün maddələr çox zərərlidir. Düzdür, bu 1-2 il istifadədə özünü birbaşa göstərmir. Ancaq ki, bir neçə il sonra biz onun fəsadlarını görə bilərik. Əsas birinci səbəb təbii ki, budur. İkinci səbəbə gəldikdə təbiətə olan zərərləri nə? Deməli, mən bu yuyula bilən pampersləri araşdıran vaxtda Türk kanallarında belə bir məlumata rast gəldim ki, 2 yaşına qədər bir uşaqdan 2 tona qədər pampers çıxır və təbiətə atılır bu təbii ki və təbiətdə də məhv olmur, düzdürmü? Torpağa qarışmır və yaxud da çox gec qarışır. Mən əvvəl bunu yəni bunu davamlı istifadə 1 aya yaxındır. Bunu istifadə etməmişdən qabaq bir dəfəlik, yəni yuyulub atılan pampers istifadə edirdim. Daha doğrusu yuyulub atılan yox. Atılan pampers istifadə edirdim. Bir dəfəlik istifadə olunan. Onu kloka yığıb atmağa verəndə çox vicdan azabı çəkirdim ki, təbiət çirklənir. Düzdür. Bir gül ilə bahar açılmır. Elə bir söz var. Amma öz tərəfimi göstərmək üçün, yəni mən öz adıma təbiəti işləndirmək istəmədim. Bu da ikinci səbəb. Üçüncü səbəb də təbii ki, hamımızın məlum olan maddi səbəbdir. Pamperslərə maddiyyat olaraq pul çox gedir və biz pul verərək övladımızın dərisinə zərərli bir şeyi təmas elətdiririk. Yəni xeyirli bir şey də deyil bu. Həm pul veririk, həm də övladımız üçün zərərli bir şeyi onun dərisinə təmas etdirmiş oluruq. Bunu da istəmədim. Təbii ki, ona görə də bunları araşdırmağa başladım və necə? Deməli, ilk bunu araşdırdıqdan sonra bunlara ümumi biraz məbləğ çox olduğuna görə bir dəfədə 10 dənə, 15 dənə sifariş eləmək mənə məntiqli gəlmədi. Çünki mən 10 dənə sifariş edib sonra bunu istifadə eləməyə bilərdim. Ona görə ilk sifarişim 2 dənə oldu. 2 dənəni 2 həftə boyunca istifadə elədim. Sonra isə istifadə eləyə bildiyimi gördükdən sonra sifarişlərimin davamı gəldi. Həmin müddətdə biraz bundan, biraz bir dəfəlikdən, biraz bundan, biraz bir dəfəlik pampersdən istifadə eləyə istifadə eləyə bildiyimi anladım. Ondan sonra dediyim kimi sifarişlərin davamını elədim və artıq demək olar ki, buna çöl bez deyirlər, buna isə içlik deyirlər.
Deməli, bu çöl bezindən də içlikdən də məndə yetəri qədər var. Artıq demək olar ki, mən bir dəfəlik pampersi çox nadir hallarda istifadə edirəm. Ondan da danışasıyam. Deməli, baxın. Bu pamperslərin bir dənə də müsbət xüsusiyyəti odur ki, bu pamperslər, məsələn, normalda o birisi pamperslər, yəni bir dəfəlik istifadə edilib atılan pamperslər nömrə ilə, 0 nömrə, 1 nömrə, 2 nömrə, 3 nömrə bu şəkildə irəliləyir. Bu pamperslərdə isə bu knopkalar vasitəsilə biz onu 0-dan ən böyük ölçüyə qədər əldə edə bilirik. Buradakı knopkalar, baxın, ən kiçiyini əldə etmək üçün sonuncu ilə birincini bir-birinə yapışdırırıq və bu formada bu ən kiçik ölçü olur. Təzə vaxtlarda mən belə eləyirdim. İndi isə ikinci ilə birincini bir-birinə yapışdırıram, belə deyim. Sonra bu pampersin istifadəsini birazdan göstərəsiyəm. Bir dənə müsbət xüsusiyyətlərindən birisində qeyd edeyim. Baxın, bu belinə. Burada cibi var, o içliyi yerləşdirmək üçün. Bu belinin rezinli olması. Bilirik ki, o yuyulub atılan pamperslərdə uşaqlar böyük bayırını çox eləyən zaman belə qədər qalxa bilir, bütün paltarı bata bilir. Ancaq bunun bu belinin rezinli olmasının səbəbi ilə elə bir şey mümkün olmur. Bu qıçların rezinli olması o birisi pamperslərdə də elədir, amma bu belin rezinli olması o birisilərdə yoxdur. Ona görə bunun sayəsində böyük bayır çox olsa belə onun belinə qədər qalxmır. Bunu da dəfələrlə yaşamışam, yəni qalxmayıb. Sonra bunun istifadəsini keçək. Baxın, bu içlikdir. Bu içliyin deməli müxtəlif növləri var. Məndəki pambıqdır. Materialını yaxından göstərim. Pambıqdır. Bunun müsbət xüsusiyyəti odur ki, mayeni özündə çox saxlayır. Mənfi xüsusiyyəti odur ki, gic quruyur. Gic quruduğuna görə bundan çox əldə edəməlisiniz. Baxın, belə müxtəlif rənglər də var məndə. Bundan 25-dən çoxdur məndə. Baxın, bu içlik bunu bu cib hissəsindən buraya yerləşdirilir. İndi bu dediyim kimi cibli versiyası növü gedir bunun. Burasında cibi olduğuna görə. Siz bu içliyi bunun üstünə də qoya bilərsiniz, içərisinə də yerləşdirə bilərsiniz. Mən hər ikisini yoxlamışam. Bunun materialı birazcık sərt olduğuna görə, uşağın dərisini incitdiyinə görə mən üstünə qoymadım. Bir müddət qoydum. Onda düşünürdüm ki, bunu baxın, indi sonra yerləşdirirəm. Bunu belə üstünə qoyaram. Uşağın ehtiyacı buradan bunu götürərəm belə. Bunu təzədən istifadə edərəm. Ancaq sonradan görürüm ki, bu onun dərisini incidir. Ona görə artıq ən doğru qərar məndən ötürü içərisinə yerləşdirmək oldu. Yenə dediyim kimi, bu pampersin müxtəlif növləri var. Məsələn, silinə bilən versiyası var. Üstünü silirsiniz, təzədən istifadə edirsiniz. Sonra burasının bu knopkalı olmaq yerinə yapışdıran versiyası var. İçliklərin də həmçinin növlərinə görə müxtəlif növləri var. Məsələn, məndəki pambıqdır. Bunun bambu olanı var, sintetik olanı var, mikrofiber olanı var. Müxtəlif versiyaları mövcud. Deməli, baxın, burada belə bir kukla var. Uşağı bu formada yerləşdiririk və burada indi mən elədiyimi göstərim. Mən özüm bu formada eləyirəm. Baxın, bir-birinə yaxın, ən yaxın. Ən kiçik ölçü deyərdim buna. Bunu da bura vurmaq olar. İndi belə bu formada qıçın arasında düzəldirik. Amma uşaq böyüdükcə, baxın, buradakı uzaq knopkalara vururuq və böyük ölçünü əldə edirik. Yəni bunu bir dəfə alıb, sonradan bundan gedib bir dəfə də uşaq böyüdükcə almağa ehtiyac yoxdur. Bir dəfə alırsınız, ən böyük ölçüyə qədər, ən böyük ölçüdə uşaq tez çalır, çünki uşaq tez-tez böyür. Düzdürmü? Sonra deməli, bunun üzərində burada göstərdim ölçünü böyüdüb kiçiltmək. Bu ən kiçik ölçüydür. Deməli, ən böyüyü budur. Belə heç bir knopkanı vurmamaq. Mən hazırda belə eləyirəm. İkinci ilə birinci. Ancaq ən böyük ölçü tez bir zamanda dediyim kimi istifadə olmasıdır. Çünki uşaq tez-tez böyür. Ona görə hal-hazırda mən belə eləyirəm. Ancaq bu ölçüdə yəqin ki, çox az istifadə edəcəyəm. Deməli, baxın, bu pampersi bayaq göstərdim kuklanın üzərində. Kuklanın üzərində olduğu kimi uşağın üzərində də bu birazcık böyükdür. Normal pamperslərdən. Normal dediyim, yəni o yuyulub atılanı deyirəm. Mən normal deyəndə o nəzərdə tuturum. Daha böyük durur. Bunun böyük durmasının mənfi tərəflərindən birisi odur ki, siz 3 aylıq uşağa 3 aylıq paltar giydirə bilməyəsiniz. Yəni 6 aylıq şalvar, 6 aylıq body, 6 aylıq tulum giydirməlisiniz.
Yəni bu da məncə çox böyük bir problem deyil. Bunun böyük duruşu onun mənfi tərəflərindən birisidir. Sonra bunu istifadə zamanı az öncə qeyd elədim ki, mən 21 ayda davamlı istifadə edirəm. Əvvəlki sifarişlərdən sonra biraz bundan, biraz atılanlardan istifadə elədim. Hal-hazırda da, yəni məcbur deyilik ki, biz davamlı bundan istifadə edək. Məsələn, bəzən gecə yatanda, quruyub çatmayanda, bəzən çölə çıxanda, məsələn, güvənə bilmirəm. Tutaq ki, daha doğrusu indi güvənirəm, əvvəl güvənə bilmirdim bunların saxlamağına. Onda mən o birisi pamperslərdən istifadə edirdim. Yəni bu da normal bir şeydir. Yavaş-yavaş bunlara tam keçid eləmiş hiss edirəm özümü. Deməli, axırıncı dəfə nə vaxt normal pampers almışıqsəz, axırıncı dəfə bəlkə də bir aydan çox olar ki, 3 nömrəli almışdıq. Hələ də 4-5 dənə qalıb ondan. Yəni ki, bir aydan çoxdur. Onun da içərisində 64 dənə idi deyəsən. Bu formada. İndi gələk bunun sızdırmasından. Bunun sızdırması deməli müxtəlif səbəblərə bağlıdır. Bunu tez-tez dəyişsəz, sızdırma olmur. Mən düzü hələ ki 4-5 saat saxlayıram, sızdırma olmur. Bəzən olur. Sızdıranda da məsələn bu qıçın arası çox boş olanda buradan sızdıra bilir. Sızdırma olmur desəm yalan olar. Sızdırır. Yəni normal pamperslərdən daha çox sızdırır. Çünki normal pamperslərdə orada nə var? Poliakrilat var. Mayeni özünə çəkir, uşağın altı quru qalır. Ancaq bunda adi parça olduğuna görə sızdırma halı daha çox ehtimaldır, mümkündür. Ancaq buradakı bunu istifadə etməyimizdəki məqsəd odur ki, biz bunu tez-tez dəyişirik. Bunu tez-tez dəyişmək səbəbindən, məsələn, o birisi pamperslərin mayeni özünə hopdurma xüsusiyyətinə arxain oluruq və dəyişmirik. Bu zamanda nə yaranır? Uşaqda bişməcə problemi gəlir, yaranır. Bunu amma tez-tez dəyişdiyimizə görə, dəri hava ilə çox təmas edildiyinə görə bişməcə problemi də yaranmır. Məndən tez-tez soruşurlar ki, hansı bişməcə kremini istifadə edirsən? Deyirəm ki, istifadə eləmirəm. Düzdür, bişməcə kremi almışıq təzə vaxtı, uşaq doğulanda 2 dənə krem almışıq. Amma onu istifadə sayını soruşsaz 3 dəfə, 4 dəfə bəlkə istifadə edirəm, bəlkə eləmərəm. Çünki bişməcə olmur. Səbəb nədir? Səbəb odur ki, bunu həm tez-tez dəyişirəm, həm də bu material parça olduğuna görə, hava keçirən olduğuna görə uşağın dərisi hava ilə çox təmaslı olur. Bişməcənin yaranmasının səbəbi nədir? Hava ilə təmas, yəni hava uşağın dərisinə girmir digər pamperslərdə. Ona görə bişməcə problemimiz də demək olar ki, yoxdur, sıfırdır. Nadir hallarda olar, bəlkə dediyim kimi, yəni o bişməcə kremlərində elə aldığım kimi durub. Bir dəfə, 2 dəfə vurmuşam, ya yox. Bunu istifadəyə necə başlamaq olar, əgər maraqlansaz? Yəni mənim elədiyim metodla. 2 dənə 3 dənə alırsınız, yoxlayırsınız, sonra bir də 2 dənə 3 dənə alırsınız. Yavaş-yavaş, çünki birdən-birə bunu keçmək biraz ağır gələ bilər sizdən ötürü, çətin gələ bilər. Amma yavaş-yavaş eləyəndə, məsələn, gündə bir dəfə bundan, qalan vaxtlarda o birisindən, sonra bir həftə sonra gündə 2 dəfə bundan, digər, məsələn, 5 dəfə dəyişirsə, 3-ünü hazır bezlərdən yavaş-yavaş artıq tamamilə bir aya görəsiniz ki, tamamilə artıq bezə keçə bilmirsiniz, əgər belə bir istəyiniz varsa. Çünki birdən-birə adama biraz çətin görünə bilir bu. İndi sonra gələk bunun əsas hissəsi olan yuyulma prosesinə. Bunu yumaq çox adama işgəncəli kimi görünür. Niyə bilmirəm? Əslində bu çox asan bir şeydir. Mən hər dəfə yuyanda saata baxıram. Ən çox, ən uzun müddət 10 dəqiqə yumuşam bunu. Deməli, bunu nə edirsiniz? Baxın, bunları birinci mən hər gün yuyuram. Elə adam var ki, məsələn, çoxalır, 2 gündə bir yuyur. O da sizin şəxsi seçiminizdir. Çoxalanda çox pul çıxır. Mən yəni bir günlük almışam. Bir gün istifadə edirəm, yuyuram, quruduram. Bir gün deyəndə daha doğrusu 2 günlük belə deyək. Baxın, bunu əlimdə yuyuram sabunla. Sonra maşına atıram maye sabunla. Bir də maşında bunu toz paltar vasitəsini, yuma vasitəsini yumaq olmaz, toz formasında olan. Çünki bunun buradakı və yaxud da içlikdəki olan hopdurma xüsusiyyətini azalda bilir. Ona görə maye formasında olan deterjanlar daha çox üstünlük verməlisiniz bunu yuyan zaman. 40 dərəcədə yuyuruq maşında və ütüləmək, qaynatmaq olmaz. Yenə də bu hopduruculuğuna görə.
Yumağı da belə. Bir də belə bir şey ola bilər ki, məsələn deyirsiniz ki, qəşəng deyirsən, düz danışırsan, amma bəs böyük bayırı mən iyrənirəm, böyük bayırını necə eləyək? Böyük bayırından ötürü də liner adında bir vasitə var. Sul salfetkanın qurusu kimi təsəvvür edə bilərsiniz. Maşında 2-3 dəfə yumaya qədər davamlıdır. Onu sərirsiniz bura belə. Böyük bayır olduqda onu götürürsünüz, atırsınız ayaq yoluna və yaxud da zibil qabına və həmin material, yəni salfetka materialında olduğu üçün tez həll olunur, tez məhv olur. Yəni illərlə təbiətdə qalmır, belə deyim. Düz amma ondan maraqlanmamışam. Sadəcə yenə də dediyim kimi mən videolarda izlədiyim qədər oradan bu məlumatı əldə etmişəm. Özüm istifadə eləmirəm. Gələcəkdə lazım olsa bəlkə istifadə edirəm, amma hardan tapacağımı da düzü araşdırmamışam. Azərbaycanda hardan tapa bilərəm bunu. Amma Trendyolda görmüşdüm. Var idi. Dediyim kimi bunu da söylədim ki, yumaq deterjanı olaraq, vasitəsi olaraq maye vasitə istifadə eləməlisiniz ki, bunun hopduruculuq qabiliyyəti itməsin. Bir də onu qeyd edeyim ki, mən videonun əvvəlində dedim ki, bu pampers 0-3 yaş aralığında istifadə olunabilir. Ancaq bu pampersin özəlliklərindən birisi odur ki, uşaq heç 3 yaşına, 2 yaşına qədər bunu istifadə eləmir. Niyə? Çünki bu poliakrilat maddəsi bunun tərkibində yoxdur. Bu mayenin özündə hopdurub saxlamır. Düzdürmü? Bu mayenin özündə hopdurub saxlamır. Yəni düzdür. Bunun materialının məqsədi odur ki, uşağın altına quru saxlasın. Ancaq nə qədər də olmasa, hər halda uşaq o nəmişliyi hiss edir. Və uşaqlar əslində tualet eğitimi deyək, onu verəndə niyə çətinlik çəkir? Çünki uşaq böyük və kiçik bayırını hiss eləmir pamperslər vasitəsilə. Çünki pamperslər özünə hopdurucu maddə sayəsində, yəni uşağın böyük və kiçik bayırını özündə saxladığına görə uşaq onu hiss eləmir. Və sonradan 2 yaşından sonra artıq biz onu kaşığa və yaxud da ayaq yoluna öyrətməyə çalışanda problem yaşayırıq. Ancaq bunun sayəsində bu nəmişlik hiss edildiyinə görə artıq mən düşünürəm ki, uşaq üçün daha asan olar. Amma dediyim kimi, hal-hazırki vəziyyətdə bunu söyləmək tez olar. Ona görə bu fikrimi digər videolarda daha çox təkmilləşdirmək üçün saxlayıram. Bu video bu qədər idi. Ümid edirəm ki, yuyula bilən pampers haqqında detallı məlumat verə bilmişəmdir. Bir də son olaraq onu da qeyd edeyim. Az əvvəl qeyd elədim ki, bəzən gecələr hazır pampersdən qoyurdum. Güvənə bilmirdim bunlara. Ancaq indi necə edirəm? Bu içlikdən 2 dənə qoyuram içərisinə. O zaman sızdırma heç yaşamıram. Bəzən bir dənə qoyanda bəzən yaşayırdım, bəzən yaşamırdım gecə boyunca. Ancaq 2 dənə qoyanda heç yaşamıram. Yəni onu da qeyd edeyim. Ümid edirəm ki, yuyula bilən uşaq bezləri haqqında detallı məlumat verə bilmişəmdir. Beyninizdə nəsə əlavə sual olarsa, rəy bölməsində yazsanız sevinərəm. Sağ olun. Digər videolarda görüşərik.